namazda hal tapa bilmirəm. Necə şövqlə, istəklə namaz qıla bilərəm? Bu sual tez-tez ünvanlanır. Böyük İslam alimlərindən biri buna çox gözəl bir cavab verib. Namazda duyulan ləzzət və ruhi zövq iki qism hazırlıq tələb edir. Bir qismi namazdan kənardır, digəri isə namazın özündədir. Namazdan öncə və onun xaricində diqqət edilməli olan əsas məsələ budur ki, insan günah etməsin, ürəyini qaranlıqlaşdırmasın, qəlbin nurunu söndürməsin. Yəni namazdan öncəki müqəddimə günahdan uzaq durmaqdır. Çünki günah ruhu bulandırır və qəlbin işığını aparır. Bu bir. İkincisi budur ki, namaz anında insan sanki öz ətrafına bir zəncir və ya məftil çəkmiş kimi olmalıdır ki, yad fikirlər və qeyri-ilahi düşüncələr daxil ola bilməsin. Yəni, düşüncəsini yalnız və yalnız Allaha yönəlsin. Ondan qeyrisini daxil etməsin. Namaz əsnasında düşünsün ki, mən bu namazı Allah üçün qılıram, yoxsa Avtandil əmi, Fatimə xalanı düşünərək bu namazımı onlara sərf edirəm. Ona görə də tövsiyə edilib ki, əzizlərim, ixtiyarsız şəkildə fikrin yayındısa, ebi yox, çalış, ixtiyari şəkildə fikrin yayınmasın.